Çox sağ olun, Farid müəllim, hörmətli akademiklərimiz, hörmətli professorumuz, çox dəyərli millət vəkillərimiz, media işçiləri, tələbələr, diplomatik korpusu nümayəndələri, hər kəsi salamlayıram və sizi bəşəriyyətin gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edən təmiz enerji günü münasibəti ilə səmimi qəlbdən təbrik edir. Əlamətlər günün qlobal miqyasda ekoloji məsuliyyətin, elmi tərəqqinin və davamlı inkişaf ideyalarının daha da möhkəmlənməsinə töhfə verməsini arzu edirəm. Müasir dövrdə enerji artıq təkcə iqtisadi resurs kimi deyil, eyni zamanda dövlətlərin strateji təhlükəsizliyini, sosial rifahını və ekoloji sabitliyini müəyyən edən fundamental amil kimi düşür. Bu baxımdan təmiz enerji günü bərpa olunan enerji mənbələrinin təşviqi ilə yanaşı, enerji siyasətinə yeni fəlsəfi, elmi baxışın formalaşdırılmasını ehtiva edən mühüm beynəlxalq platforma kimi də dəyərləndirilməlidir. Cənab Prezident İlham Əliyevin öz çıxışlarında ardıcıl və prinsipial şəkildə vurğulayır ki, Azərbaycanın enerji strategiyası yalnız karbohidrogen ehtiyatlarının səmərəli istismarı üzərində qurulmur. Bu strategiya eyni zamanda bərpa olan enerji mənbələrinin inkişafını, enerji səmərəliliyinin artırılmasını və bərpa olan enerji mənbələrinin bundan sonraki bəşəriyyətə töhfə verməsinə nümayiş etdirir. Təmiz enerji, ətraf mühitə minimal təsir göstərər, istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldan və enerji istehsalında uzun müddətli dayanıqlığı təmin edən mənbələri əldə edir. Lakin müasir elmi yanaşmaya görə təmiz enerji konsepsiyası yalnız istehsal mərhələsi ilə məhdudlaşmır. Enerjidən səmərəli istifadə, enerji effektivliyinin artırılması, resurs risklərinin minimum endirilməsi bu konsepsiyanın ayrılmaz və tamamlayıcı elementləridir. Məhz bu kompleks yanaşma Azərbaycan Respublikasının milli qanunvericilik sistemində də aydın öz ifadəsini tapır. Belə ki, enerji sahəsində dövlət siyasətinin konseptual çərçivəsi energetika haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir. Bu normativ akt enerji təhlükəsizliyinin təmin edilməsini, enerji resurslarından rasional istifadənin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu müəyyən edir. Elektrik enerjisi sektorunda elektroenergetika haqqında qanunu misal göstərmək olar. Bərpa olunan enerji sahəsində institusional inkişaf, bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Və sözü gedən qanun alternativ enerji istehsalının təşviqini, investisiya mühitinin formalaşdırılması və yaşıl enerji texnologiyalarının tətbiqinin strateji məqsəd kimi müəyyən edilir. Enerji keçidinin əsas dayaqlarından biri olan enerji səmərəliliyi isə enerji effektivliyi, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanunla müəyyən edilir. Və bu qanun enerji itkilərinin azaldılmasını, texnoloji modernləşmənin və enerji tutumlu sahələrdə səmərəliliyin artırılmasını, davamlı inkişaf modelinin mühüm komponenti kimi müəyyən edilir. Bu hüquqi çərçivə Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə üzvü vəhdət təşkil edərək təmiz enerji və enerji səmərəliliyi sahəsində sistemli institusional inkişafı təmin edir. Azərbaycan kontekstində xüsusi strateji əhəmiyyət daşıyan istiqamətlərdən də biri Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsidir, o cümlədən də Naxçıvan. Bu qərar post-müharibə dövründə bərpa və yenidən qurma proseslərinin ekoloji, innovativ və enerji baxımından səmərəli əsaslar üzərində qurulmasına xidmət edən nümunəvi model kimi dəyərləndirilməlidir. Nəticə etibarilə təmiz enerji günü Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin ideolojik, elmi və hüquqi əsaslarını təcəddüd etdirən mühüm bir platformadır. Cənab Prezidentin siyasi baxışı ilə yanaşı, milli qanunvericiliyin ardıcıl tətbiqi, enerji keçidinin davamlı, inklüziv və uzunmüddətli xarakter almasını təmin edir. Bu yanaşma müharibə mərhələsində, post-müharibə mərhələsində hazırlıqla yanaşı Azərbaycanın qlobal enerji gündəliyini də məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini də
daha da möhkəmləndirir. Bir daha bu gün münasibətilə hər birinizi təbrik edin və bu istiqamətdə aparılan elmi tədqiqatların, institusional təşəbbüslərin və beynəlxalq əməkdaşlığın davamlı uğurlar gətirməsini arzu edirəm. Aysel xanımı da öz növbəndə, yəni bir komitə sədri kimi beynəlxalq təşkilatlar rəhbər seçilməsi münasibətilə təbrik edirəm. Sağ olun. Çox sağ olun, hörmətli Sadiq müəllim və mən bir daha qeyd eləmək istərdim ki, bu günləri parlamentin deməli, Energetika və Ətraf Mühit Komitəsinin üzvləri də buradadırlar və mən bilirəm ki, bu komitədə çox böyük işlər görülür, qanunvericilik bazası təkmilləşir və Azərbaycanın bu energetika siyasəti, xüsusilə yaşıl enerji